geyimimə uyğun deyil. Bu da üzümə yaraşmayacaq. Yəqin ki, çoxumuz mənim kimi gün eynəyini zövqümüzə və ya dəbə uyğunlaşdırmağa çalışırıq. Hətta çoxumuz geyimlərimiz və ya aksesuarlarımıza uyğun edirik. Görəsən gün eynəkləri seçimində hansı səhvlərə yol veririk? Gün eynəyi seçərkən ilk diqqət edilməli məqam onun qoruyucu xüsusiyyəti olmalıdır. Mütəxəssislərin sözlərinə görə keyfiyyətli eynəklər ultrabənövşəyi şüaların demək olar ki, hamısını filtrdən keçirərək gözləri qoruyur. Hər kəsin aksesuar kimi istifadə elədikləri gün eynəkləri əslində bizim gözümüzü qoruyur. Onu alarkən çox diqqət eləməliyik. UV qoruyucu olmağına mütləq şəkildə baxmalıyıq. Sertifikatı olub-olmadığını yoxlamalıyıq. Klipon çərçivələr var, hansı ki, göz zəifliklərini optik eynək taxan insanlar üçündür. Və onlar belə deyək də, bəzən əziyyət çəkir, günlük havada gün eynəyi istifadə edə bilmirlər. Klipon çərçivələrdə eynəyin üstündən keçən UV qoruyuculu bir eynək. Eynəyin çərçivəsinin üz quruluşa uyğun olması da vacibdir. Gözləri yan tərəflərdən də örtən modellər günəş şüalarının daxil olmasının qarşısını daha effektiv alır. Əslində, sadəcə çimərlikdə və gündəlik həyatda istifadə etdiyimiz eynəklər sadəcə görünüşcə yox, onun ultrabənövşəyi şüalardan nə dərəcədə qoruduğuna da diqqət etmək lazımdır. Polarizasiya olunmuş linzalar isə yoldan, sudan və digər parlaq səthlərdən əks olunan işığı azaldaraq daha rahat görünməyə kömək edir. Xüsusilə avtomobil idarə edənlər üçün bu xüsusiyyət böyük üstünlük hesab olunur. Bundan başqa, uşaqların da günəş eynəklərindən istifadəsi mütləqdir. Balacaların gözləri ultrabənövşəyi şüalara qarşı daha həssas olur. Buna görə də onlara da keyfiyyətli gün eynəklərinin alınması tövsiyə olunur. İstənilən halda biz bilməliyik ki, taxdığımız eynək keyfiyyətlidir, sertifikatı var, günəş şüalarından qoruyur. Bu bizim üçün çox vacibdir. Amma eynəyi taxanda gözümüz ağrıyırsa, baş ağrıyırsa, niyə? Çünki bunun qoruyucu faktoru yoxdur, rahatlıq tapa bilmirik və bəbək sadəcə genəlir və görmə düşür aşağı. Ona görə çox tövsiyə edirəm ki, pasientlər, insanlar qoruyucu eynəkləri seçərkən, yəni bir dəfə alırlar uzun müddətli, amma keyfiyyətli alsınlar. Şüşələri yalnız mikrofiber parçası ilə silinməlidir. Düzgün seçilən və səliqəli istifadə olunan eynəklər hər fəsildə göz sağlamlığının ən etibarlı qoruyucularından biri hesab edilir. Əzizə Mahmudzadə, Emin Tağıyev, Telesəhər.